Sevginin mətbəxindən hər kəsə salam. Bu gün sizlərə çiyələk cemi hazırlayacağam. Videoda da göründüyü kimi çiyələk cemimiz necə də gözəl alınıb. Həm rəngi gözəl, həm qatlığı əla. Əgər siz də belə cem hazırlamaq istəyirsinizsə, videonu sonadək izləyin. Gəlin indi hazırlama qaydası ilə tanış olaq. İlk öncə çiyələklər təmizlənir. Çiyələyi təmizləyib qurtardıq. İndi isə başqa bir qaba əlavə edib yaxşıca yuyacağam. Çiyələkləri yuyub süzgəcə əlavə edirəm ki, suyu tam süzülsün. Çiyələyin suyu tam süzüldükdən sonra çiyələkləri ölçürük. Məndə 2 kiloqram çiyələk alındı və onun üzərinə 1 kiloqram yarım da şəkər tozu əlavə etdim. Şəkər tozu rahat ərisin deyə çiyələyi qaşıqla qarışdırıram. Daha sonra 2 saat gözləyirəm ki, çiyələklər öz suyunu buraxsın. İki saatdan sonra, baxın videoda da göründüyü kimi çiyələk öz suyunu necə də buraxıb. İndi isə çiyələyi blender vasitəsilə əzirəm. Tam həll olmalıdır. Artıq budur, tam həll olub. İndi isə bişirəcəyim qaba əlavə edirəm. Daha sonra ocağa qoyub bişirirəm. Üzərinə yığılan köpükləri yığıram. Qaynadıqca üzərinə gələn köpükləri yığmaq lazımdır. Çiyələyi tez-tez qarışdırmaq lazımdır ki, dibi yapışmasın. Artıq cemimiz olmağa az qalıb. Yavaş-yavaş cem qatılaşır.
Və budur, artıq cem hazırdır, ocaqdan götürmüşəm. Duruluğu da bu şəkildədir. Cem soğuduqca daha da qatlaşacaq. İndi isə cemimiz artıq soyub və gördüyünüz kimi necə də gözəl qatlaşıb. Həm səhər yeməklərində, həm də şirniyyatlarınızda istifadə edə bilərsiniz. Əgər bəyəndinizsə, kanalıma abunə olaraq mənə dəstək olmağı unutmayın. Sağ olun, sağlıqla qalın. Gələn videolarda görüşənədək.